Hamınıza salam əziz Leon sevələr. Bu günlərim efsane video ilə qarşınızdayım. Hey yo bro, salam alaikum, rahmetullah barakatuh. Ramadan Kareem bro. Bu günlərim yeni ay yılı kostümlərimizi alacağıq. Bu hesabda hamısı olmasa da əvvəlki hesabda var idi hamısı. Yəni də bu hesab üçün alacağıq yəni bu kostümləri. Hansıları alacağım? Ən yaxşılarını alacağım. Yəni mənə görə olaraq, seçim olaraq. İndi burada vlog gəlir. Bilmirəm alım yoxsa yox. Yəni qalmışam belə. Ala da bilərəm, almaya da bilərəm. Yəni sonradan baxacağam. İlk olaraq istəyirsə Miko kostümünü götürək ən əsas olaraq. Xeyirli uğurlu olsun. Miko kostümümüz ana hesabında yox idi əvvəlki. Mikonu buradan götürdük. İkinci olaraq ən əsas Qaranlıq Lord Spike'ımızı götürürük. Bu da xeyirli olsun. Götürdük və bir də ən əsası Barley qardaşımızı götürək buradan. Barley'in bəşi də ən yaxşı kostümdür yəni. Başqa götürəcəyimiz kostüm olacaqmı? Olacaqmı? Ona bir baxıram. Yəni bunları çox da xoşlamam əslində. Əslində bunu ala bilərəm, amma almaq da fikrim yoxdur. Yəni çünki çox da çak oynamıram əslində, amma neysə qalsın. Başqa vaxt alaram yəni. Montriv oynamıram. Yəni oynayası karakteri də deyil mənə görə. Edgade oynamıram. Nita'nın kostümünü yeni gəlib. Yəni Nita kostümünü almayacağam. Pilot Colette. Çox da yaxşı deyil əslində. Yəni zövqümə uyğun deyil əslində. Amma qalsın da yəni. Başqa vaxtda qalsın yəni. Amma neysə götürək məncə. Pilot Colette'i götürəyimi seçim arasında qalmışam. Neysə buradan Colette'i mən götürmək istəyirəm. Colette əladır yəni kostüm. Buradan bunu da seçək. Bunlar da yeni gəlib. Yəni götürmək istəyirəm. Qolda da yəni bütün kostümlərim var yəni. Götürməyə ehtiyac yoxdur. Yəni bunlar da yəni ücretsiz verilirdi yəqin ki bilirsiniz. Pizza etkinliyində bunları da almağa ehtiyac yoxdur məncə. Bu hesaba bu kostümlərimizi aldıq. İstəyirsə bir digər hesabımız var. Orada da bəzi kostümləri almalıyam. Keçək orada alaq. Sonra bu hesabı qaydacağıq. Və bəli, Old Dino hesabımıza gəldik. Burada çox kostüm var. Ala bilmirəm karakter yoxdur deyə. Hansıları ala bilərəm əslində. Ona baxacağam yəni. Hansını alaq. Ən əsası buradan mən nəyi götürmək istəyirəm bu hesaba uyğun olaraq. Karakter olmasa da El Primo'nu götürəcəm. Yəni çox əladır yəni. El Primo'nu götürürəm. Sonra hansını götürəcəm? Əlbəttə ki Colt'u götürmürəm əslində. Barley'i götürürəm. Barley çox əladır yəni. Çox fantastik bir kostümdür. Başqa da yəni heç bir şey götürə bilmirəm buradan. Colette da ala bilərdim, amma ehtiyac yoxdur yəni bu hesab üçün. Neysə. Keçək biz ana hesabımıza, kostümlərimizi sınayaq. Və ana hesabımıza gəldik dostlar. Buradan hansı kostümləri almışdım? Bir dənə baxım. Qaranlıq Lord Spike idi, biri Colette idi, biri də Miko idi, Wukong Miko. Bir də başqa hansısa kostüm aldım. Ağlımda deyil yəni. Belə Miko'nu almışdım. Miko'nu itirdim. Neysə. İlk deneme maçı olaraq istəyirsə Miko'nu yoxlayaq. Görək necə kostümdür. Yəni açığı heç bir hesabımda almamışam Wukong Miko. Yəni digər kostümlərim olub yəni. Bunu heç yoxlamamışam. Girək maçda görək necədir kostüm. Yəni sınayanlar varsa aranızda yəni bilirsiniz yəni. Açığı yəni. Neysə. Girək maçımıza görək necədir kostüm. Digər kostümlərimizdə yoxlayacağıq, görək necədir kostümlərimiz. Keçdik maçımıza. Hər maça girəcəm, kostümlərimi yoxlayacağam. Kostümləri sıra yoxlamağa çalışacağam. Video uzun olmasın deyə. Burada Mortis qardaşımız var. Nə etmək istəyirsən qardaşım? Nə etmək istəyirsən Mortis? Yəni fikrin nədir sənin? O mən fake atsam Murad. Görək. Yaxşı, dostum. Ey dostum. Eləmə belə şeylər.
biraz rahat ol da kardeşim. Niye böyle tencedirsən özünü? Leon kardeşimiz da bizi buradan sıkıştırmak istiyor. Neyse dayandı. Kardeşim ne dayanırsan? Gel de üstüme. Gel de bir tane üstüme Leon. Gel görək. Mənə fake atmaq istəyirsən. Mənə fake atmaq istəyirsən Leon. Hələ qaçmağa da çalışırsan bir. Burada Cordelius var. Cordelius biraz sıxıntıdır yəni. Frank da bizə sıxıntı olacaq yəni. Buradan qaçsaq. Buradan bir dənə bura qaçaq. Gözləyək bir dənə qutarsın. Öləcəm. Az qala trendə ölürdüm yəni. Shade. Sakit ol, sakit ol. Shade. Sakit. Şeydə çox cummayacam çünki divar arxası qaça bilir yəni. Bunun kimi yəni. Öləcəm yəni. Buradan kim alaq? Taran alaq. Taranı easy peasy götürməliyəm. Ay götürə bilmədim. Nə oldu? Bu oyun nəsə mallıq elədim yəni Miko ilə. Ya xəritəyə görədir, ya da başqa nəyəsə görə. Neysə, buradan birinciliyimizi götürdük. Ən sevdiyim yəni Wukong Miko'dur. Bir də Barley'in kostyumdur yəni. Çox əladılar. Şeydə gözəldir yəni. Spike da. Normal koyetdir yəni. Kostyumlar əladır. Sadəcə bir problem var ki, nadirlik olaraq biraz geri qalırlar yəni. Son şansı olsalar yəni əla olar yəni nadirlik olaraq. Yəni məsəl üçün Ninja kostyum kimi, keçmişdə olan məsəl üçün belə Belle kostyum kimi və yaxud nə bilim Rosa kimi, məndə olan ən əsas kostyum məsələn Colt kimi olsa, yəni çox əla olar yəni. Son şans olaraq. Yəni inşallah yəqin ki gələr yəni gələn sezona falan yəni kostyumlar son şans olaraq bəlkə qismən və yaxud korsan kostyumları da gələ bilər. Çünki köhnənin kostyumlarıdır yəni. Yəni Supercell-dən hər şeyi gözləyirəm. Video inşallah ki maraqlı oldu. Yəni bütün kostyumları almadım. Səbəbi də var ki, yəni heç cəlb eləmir yəni məni. Cəlb ediciliyi yoxdur. El Primo almaq istəmirəm. Yəni El Primo kostyumum çoxdur çünki ehtiyac qalmır. Willow'a da gələndəki yəni tam belə tərzə uyğun bir kostyum da deyil yəni. Yəni qəribə bir kostyumdur yəni. Gələn ildən də yəni endirmə düşəcək yəni. Yəni çünki son şans olsaydı məsələn kostyum ala bilərdim yəni. Nadirliyi qalsın yəni. Nadir şeyləri sevirəm yəni. Nadir olan kostyumları çox sevirəm yəni. Yəni məcbur ona görə aldım. Çox maraqlı videoydu. Videolar tez-tez gələcək. Bəzi səbəbləri var. Bir sonraki videoda açıqlamasını verəcəm. Nəyə görə çəkirəm videoları? Videolar niyə gec gəlir? Videolarda hansı problemlər yaşayıram YouTube-da yəni onları mən sizə açıqlayacağam. Hansı hesabda oynamışam, neçənci ildə başlamışam. Hamısını bir videoda danışacağım sizlərə. Yəni o videoda çox maraqlı olacaq. Bu videodan sonra yəqin ki o videonu da atacağam və yaxud başqa bir içərik olmasa yəni atacağam. Bu qədər idi yəni dostlar. İnşallah ki əylənmisiniz. Yəni əyləncəli video etməyə çalışdım. İnşallah ki əylənmisiniz. Yəni çox maraqlı bir video idi. Dəstəklərinizə görə çox təşəkkürlər edirəm. Yəni sizin sayənizdə izlənməm də artıb. Yəni bu da mənə əlavə motivasyon, disiplin kimi qaynaqlardan verir mənə. Videoları tez-tez çəkirəm və daha maraqlı etməyə çalışıram. Sağ olun, salamat qalın. Həmişə izləmədə qalın. Sevilirsiniz.